Əziz tələbə yoldaşlarımız, dəyərli məzun dostlarımız, sizləri, hər birinizi 30 illik yubiley görüşümüzə böyük həyəcanla, böyük sevinçlə dəvət edirik. Hörmətli tələbə yoldaşlarım, 24 may tarixində universiteti bitirməyimizin 30 illik yubileyinə hamılıqla dəvətlisiniz. Görüşmək ümidiyle. Salam gençler, mən 243'dən Afət Əlizadə. 30 illik yubileyimizi dəvətiniz üçün hamınıza təşəkkür edirəm. Dəyərli məsləkdaşlarım, dəyərli sinif yoldaşlarım, can dostum, Rəşad, hamınıza buradan təşəkkür edirəm. Təəssüf ki, bu yubileyə gələ bilmirəm. O yüzden bu videonu sizlərə göndərirəm. Buradan Antalya'dan qucaq dolusu salamlar, sevgilərlə hamınızı bağrıma basıram. Salam değerli dostlar, biz bugün 30 ildeki biz mezun olmuşuq. İnşallah 24'ünde mezun günümüzü, 30 ilimizi qeyd edirik. O günü səbirsizliklə gözləyirəm. Sağ olun, görüşmək ümidiyle. Salam, hamıyı salamlayıram. 30 illik yubileyə ciddi hazırlaşın, hamı orada olmalıdır. Salam əziz tələbə yoldaşlarım. 30 illik məzun olmağımız münasibətilə mən də sizlərə qatılacağım. Sankt-Peterburqdan xüsusi olaraq gəlirəm. 24'ü görüşürük. Salam əziz və dəyərli kollegalar. Ayın 24'ü inşallah görüşənəyik. Çok adi dolanan dünyaya, cahana, insana geleceğe inansan tələbə, tələbə, tələbə. Çok adi dolanan dünyaya, cahana, insana geleceğe inansan tələbə, tələbə, tələbə. Sızlar ya da düşərdə yüreğimi telleri, o mehriban, o aziz tələbəliləri. Hay eşitsə hay verən, qəmini saxlayan, gizləyən, sevincinden pay veren tələbə, tələbə, tələbə. Hay eşitsə hay veren, qəmini saxlayan, gizləyən, sevincinden pay veren tələbə, tələbə, tələbə. Sızlar yana düşərdə yüreğimi telləri, o mehriban, o Yadında mı öten günler, ağaç altı, bulaq səsi. Dostlar, yanınızda ola bilməsəm də, bilin ki, xatirələrdə mən də sizinləyəm. Bu dəfə sizi uzaqdan izləyəcəyəm. Yetər ki, illər keçsə də bir-birinizi unutmayın. Əzin tələbə yoldaşlarım, bu dəfə aranıza qatıla bilməsəm də, bilin ki, illərin o gözəl xatirələri mənimlə birgə yaşayır. Dostlarım, 30 il əvvəl eyni arzularla başladığımız yolun bu görüşünü görmək mənə də qismət olardı. Amma istəyirəm ki, bugün bir-birinizə baxanda gəncliyimizi və saf dostluqlarımızı xatırlayasınız.
Yadında mı öten günler, ağaç altı bulaq səsi, Big Ağız. günlər keçir, bizə qalır o günlərin xatirəsi. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı Calaxanda günü günə. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı Calaxanda günü günə. Yadında mı öten günler, qəm çoxalır, ömr azalır yüzümüzdə, alnımızda o illərdən izlər qalır. Gələsizim. Her vaxtınız xeyir olsun, çok değerli həkimlər. Hər birinizi xoş gördük bu güzel günde, bu güzel gecede. Ben isterdim ki gecemizi belə deyək, tam ətraflı yığışma səbəbini, eləcə də gecemizin açılışını məhz Rəşad doktora həvalə edib. Rəşad həkimə bir gürültü alışlar gəlsin ki, bugün bu güzel tədbiri təşkil edib. Eşq olsun Rəşad. Hər vaxtınız xeyir olsun. Çox əziz, dəyərli 36 ilin dostları. Hər birinizi burada salamlayırıq. Hər birinizi görməkdən burada çox sevincliyik. Biz uzun illərdir bu məclisləri hardasa 10-cu ildən, 2010-cu ildən davamlı şəkildə təşkil edirik. Və bu tərkibdə ikinci dəfədir. Birinci dəfə 2016-cı ildə olmuşdu, belə böyük tərkibdə. Hər birinizi salamlayıram. Məncə, burada uzun ildən sonra, 30 ildən sonra yığışan hər bir insan fədakardır və onları alqışlamaq lazımdır. Alqışlar gəlsin əziz həkimlərimiz, özümüz üçün, eşq olsun. Mən bu günlərim burada tam heyətlə çıxış edən 240-cı qrupa barədə danışmaq istəyirəm və hamıdan digər qrupdan fərqli olaraq onlar tam heyətlə burada iştirak edirlər və əksəri də bölgələrdən gəlibdir. Gəlin o 240-cı qrupanı belə kollektivçiliyə görə alqışlayaq. Buyurun, zəhmət olmasa gəlin. Bura bir ürək sözlərinizi qrup şəklində hamınız deyin. Bugünkü gün 90-cı ildə 2-ci müalicə profilaktik fakültəsinə qəbul olduğuma görə və burada oturan hər bir tələbə yoldaşımı tanıdığıma görə bugün siz həkimlərlə mən kollega olub, münasibət qurduğuma görə çox sevinirəm. Bu sevinci hər biriniz yaşayırıq. Əslində bugün bir məzun görüşü deyil. Bu bir həkimliyin, bir sədaqətliyin, bir mehribançılığın, bir səmimiyyətin rəmzi bir mənasıdır. Əziz, hörmətli tələbə yoldaşlarımız, ali məktəbə qəbul olmağımızın 36, Azərbaycan Tibb Universitetinin 2-ci müalicə profilaktika fakültəsini bitirməyimizin
30 illiği münasibətilə sizlərlə bir yerdə olmaqdan çox qürür duydum. Mən arzu eləyirəm ki, inşallah növbəti 35, 40, 45, 50 illik yubileylərimizdə elə bu tərkiblə bir yerdə olmağı bacaraq. Hər birinizə təşəkkür eləyirəm, sağ olun. Tədbirdə iştirak elədiyimə görə özümü çox xoşbəxt hiss edirəm və təşkil edən hamıya minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar, Allah qismət eləsin, 50 illik yubiley qeyd eləyək. Allah hamımıza can sağlığı, uzun ömür, huzurlu günlər qismət eləsin. Allah Taala aramızdan köçənlərə qəni-qəni rəhmət eləsin. Yerdə qalan bütün komandamıza can sağlığı, uzun ömür bir daha arzulayıram. Mən Aslanova yeganə, tələbə illərində Əkbərova yeganə olmuşam. Gəncə şəhərindən gəlmişəm. Qrup yoldaşlarıma, bunu təşkil eləyən Rəşada çox təşəkkür eləyirəm. Və hər kəs öz xatirələrini bir-birindən bölüşür. Məncə bundan gözəl bir xatirə ola bilməzdir. Hamıya daha böyük uğurlar arzulayıram. İnşallah 40 il, 50 il, 60 il və daha çox yubileylərimizi qeyd edək. İlham Məmmədov 2-ci Müalicə Profilaktika Fakültəsinin 240-cı qrup tələbəsi, 96-cı il məzunu. Bugün çox gözəl bir tədbirə biz yığışdıq. Məzun günümüzdən 30 il keçdi. Sular kimi hey töküldüm çarxa mən, boş gəlmədim 30-a mən, 40-a mən, 50 yaşda oldum elə arxa mən. Ümidində, gümanında yaşadım. O illər insanın yadına düşəndə, insan həqiqətən də özünü tuta bilmir, kövrəlməmək əlimizdə deyil. Və bir şeydən nəzərə alsaq ki, bizim tələbəlik illərimiz Sovet dövrünün dağılması, yəni 90-cı, 96-cı il Sovet ölkələrinin dağılması, Azərbaycanın müstəqilliyi, iş müstəqilliyi və birinci Qarabağ müharibəsi illərinə düşür. Patokda hamını öz adı ilə çağırırlar. Bir nəfər var ki, o soyadından çağırır. O da Namazovdur. Heç kim İlqar demir, hamı Namazovdur. İllər ötür, yaş üstünə yaş gəlir. Zirvələrə ucalırıq sən demə. Ötən ömrün xatirəsi qocalmır, tək özümüz qocalırıq sən demə. Gülüşümüz, nəsəsimiz o deyil, yeriyəndə nəfəsimiz o deyil. Qırışlar var, əl üzümüz o deyil, qalan ömrü borc alırıq sən demə. Uşaq ikən qohum qardaş çox olur, böyüdükcə çoxsu gözdən yox olur. Əcəl tez-tez aramıza soxulur, yavaş-yavaş azalırıq sən demə. Mən arzulayıram ki, gəlin azalmayalım, olduğumuz kimi. Bu günlər keçmiş xatirələri yana salır. Sağ olun, yaxşı ki varsınız. Öpürəm olun. Biz mahnılar hakkında suallar verdik. Bütün masalarla beraber bir geçirdik. Sonuçta bizim karşıda olan masamız ve gecemizin en şirin məqamıdır. Bravo, tebrik edirik həkimimizi. Qalib oldunuz, həqiqətən də möhtəşəm də cavab verdiniz. Anar həkim qalib oldu, bravo, heç olsun. Bu alqışlar da Anar həkim üçündür. Kəsilmək məsələsi hamıdan bizim böyüyümüz və təhlif edirəm ki, Mustafa müəllim Mamedov. Hamır işi, etdi, bismillah. Hayırlı olsun. Gözünüz aydın. Növbəti yükləylərdə. İndi
şəkil çək. Çok sağ olun Müşfik, Rəşad. Allah sizi bizden çok görməsin. Minnətdaram, hər biriniz var olun. İnşallah bizim keçiriləcək bütün gələcək görüşdə də bu tərkib qorunsun, saxlansın. Ən azından yəni azalma olmasın. Biz uzun illərdir bu ünsiyyəti qoruyub saxlamışıqsa, inşallah gələcəkdə də bunu çalışıb qoruyub saxlayacağıq.